Uğurlarımızla 2026'ya Milli Mükafatı mərasimində iştirakınıza görə hər birinizə təşəkkür edirik. Bildiğiniz kimi, daha doğrusu hər birimizin şahid olduğu 2025-ci il ölkəmiz üçün çox uğurlu, məsuliyyətli bir il idi. Bu nə ictimai, nə siyasi, nə də mədəni sahədən ibarətdir. Bir çox sahə üzrə Azərbaycanda böyük işlərə imza atıldı. Bu nöqteyi nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar. Və əminik ki, bundan sonra da Azərbaycanda yeni uğurlara imza atılacaq. Belə uğurlardan biri də hazırda toplaşdığımız Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatındakı bu böyük konferans zalında həm Beynəlxalq Qaleriya və həmçinin Abşeron Gənclər İnkişafı İctimai Birliyinin əməkdaşlığı ilə keçirilən uğurlarımızla 2026-ya milli mükafatıdır. Qeyd etmək lazımdır ki, Beynəlxalq Qaleriyanın, Abşeron Gənclər İnkişafı İctimai Birliyinin və eləcə də Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının məqsədi birgə əməkdaşlıq edərək, incəsənət vasitəsilə vətənpərvərlik mövzularını qabartmaq, mədəni irsi qorumaq və gənc nəsli milli dəyərlər ətrafında birləşdirmək, həmçinin Heydər Əliyev irsinə sədaqəti, onun ideyalarını, eləcə də Azərbaycanın milli mənəvi dəyərlərini təbliğ etməkdir. Bütün bunlara isə hər bir tərəf mədəni-ictimai tədbirlər, xüsusən rəsm sərgiləri, təlimlər təşkil etməklə nail olmağa çalışır. İnanırıq ki, onların birgə bu əməkdaşlığı cari il üçündə bir çox uğurlara imza atacaq. İndi isə hörmətli tədbir iştirakçıları, Azərbaycan Respublikasının dövlət himni səslənir. İndi isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirik.
Təbii ki, bizlərlə birgə keçirdiyi üçün Elnura xanıma dərin minnətdarlığım. Biz artıq uzun illərdir ki, birgə bu istiqamətdə tədbirlərimizi həyata keçirdik və çıxışıma başlamamışdan öncə Çərkəz məndən bir xahiş edirəm ki, bizim növbəti tədbirlərdə bizdən əməkdaşlıq edə bilərsiniz. Əziz bir insanın əvvəsidir. Bakı Dövlət Universitetində fəaliyyət göstərir. Sonra xanım, Allah ona da can sağlığı versin və həqiqi mənada bizim bu cür tədbirlərdə insanları biz kəşf edə bilirik və bizim üçün də çox xoşdur ki, gələcəkdə sizlə bir əməkdaşlıq edir. Dəyərli tədbir iştirakçıları, Çərkəz müəllimdə qeyd etdiyi kimi 2025-ci il dövlətimizdə çox önəmli illərdən biri kimi yadda qaldı. Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin 28 dekabr 2024-cü tarixli müvafiq sərəncamı ilə 2025-ci ölkəmizdə suverenlik və konstitusiya ili kimi qeyd olunur. Təbii ki, burada çox vacib amillər var. Milli konstitusiyamızın qəbul olunmasından 30 illik bir tarih keçirdi. Əldə olunmuş zəfərimizin isə 5 illiyi və milli konstitusiyamızın yaradıcısı, mimarı təbii ki, müasir Azərbaycanın qurucusu, xilaskarı Ulu Öndər Heydər Əliyev. Burada bizim dəyərli ziyalarımız əyləşib. Hələ 1978-ci ildə Azərbaycan SSR-nin konstitusiyası qəbul olunarkən Azərbaycan dilinin dövlət dili kimi orada təsbit olunması ən vacib Azərbaycancılıq ideologiyasına töhfələrdən biri. Allah Ulu Öndərə qəni-qəni rəhmət eləsin. Bəlkə də o bilirdi ki, haçansa SSR dağılacaq, Azərbaycan da öz müstəqilliyinə qovuşacaq və bunun təməli təbii ki, 1995-ci ildə bizim ilk milli konstitusiyamız qəbul olundu. Və milli konstitusiyamız qəbul olunarkən onun komissiya üzvlərinin əksəriyyəti də yasama rayonu əhatəsində fəaliyyət göstərən Ali Təhsil və Milli Elmlər Akademiyasının institutlarında fəaliyyət göstərən ziyalarımız idi. Dünyadan köçənlərə Allah qəni-qəni rəhmət eləsin. Mənim xatirimdədir, Hüquq Fakültəsində Məsmə Məlikova indi də yaşayır, Allah ona ömür versin. Allah rəhmət eləsin, Murtuz Ələskərov, Səfa Mirzəyev, bizim filologlardan Ağamsa Axundov, Tofiq Hacıyev, tarixçilərdən Ziya Bünyazov, filolog yenə şairimiz Bəxtiyar Varzəli, digərlərini də xatırlamaq olar ki, bunlar komissiyanın üzvüdür, yəni ki, xatırınızdadır. Həmin ilkin ictimai müzakirəyə təqdim olunanda, onun müzakirə zamanı Azərbaycan dilinin dövlət dili kimi orada təsbit olunması istiqamətində gedən müzakirələri biz video görüntülərdən müşahidə edirik və bir daha Ulu Öndərin necə böyük bir dahi şəxsiyyət olduğunu da biz orada bir daha kəşf etmişik. Bu əbəs yerdən biz bu müstəqilliyi əldə etmədik. Təbii ki, 91-ci ildə SSR dağıldıqdan sonra Azərbaycan dövlət müstəqilliyini əldə etdi. Mən hər zaman bunu özümə borc bilirəm. Burada bizim orta nəslin və gələcəyimiz olan gənclərimiz əyləşir, uşaqlar əyləşir. Bunlar da bilməlidirlər ki, bugün qüdrətli, güclü Azərbaycanın təməlini məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoymuşdur. Əgər Heydər Əliyev xalqın təkli tələbi ilə ikinci dəfə siyasi rəhbərliyə 93-cü ildə gəlməsəydi, bugün qüdrətli Azərbaycanın, bugün mövcud olan Azərbaycanın varlığı bəlkə də sual altındaydı. Hər zaman xalqının yanında olan Ulu Öndər Heydər Əliyev o dövrdə də xalqın çağırışına səs verərək ikinci dəfə siyasi rəhbərliyə gəlməyə razılıq verdi və bugün də bizim dövlətçilik tariximizdə və milli belə deyək, bayramımız kimi qeyd olunan milli qurtuluş kimi tariximizə düşən bir günü qeyd edirik. Həqiqətən də biz həmin günü qurtulduq. Və Heydər Əliyevin qarşılığında duran ən vacib amillərdən biri burada gənclər əyləşir. Yəqin ki, bizim dəyərli media nümayəndələri də təsdiq edər ki, 93-cü ilin o yay aylarında ilk görüşlərindən biri də elə gənclərlə oldu. Çünki gənclərimiz ümidsiz keçirmək, yəni o təlatümlü bir tarixi dövr yaşayırdı. Onları ruhlandırmaq, onlara motivasiya vermək istiqamətində Ulu Öndərin çıxışı var və ilk qarşıda duran vacib amillərdən də biri dövlət gənclər proqramının qəbul olunması idi ki, çətin dönəm olsa da 94-cü ildə, yəni büdcəmiz zəif idi, maliyyə vəsaitimiz, resurslarımız bir o qədər də güclü deyildi. Amma buna baxmayaraq dövlət gənclər siyasətinin təsis olunması və bu istiqamətin həyata keçirilməsi də elə Ulu Öndərin
mən deyərdim ki, Azərbaycan gəncliyinə tövhələrindən biri idi ki, 94-cü ildə Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyinin nəzdində birləşdirilərək Gənclər və İdman Nazirliyi təsis oldu. Mən burada iştirak edən valideynlərimiz var, hər bir valideynin arzusu var. Mən arzu edirəm, ən azından 2025-ci il qədər, 2026-cı il dövlətimiz üçün şəhərli bir il kimi yadda qalmış olsun. Valideynlərimiz üçün arzuları həyata keçirəcək övladları qarşısında arzuları həyata keçirəcək. Həyatda sizlərin hər birinizə can sağlığı arzulayıram. Azərbaycanımıza daim əmin-amanlıq olsun, sülh olsun və bu istiqamətdə qalib dövlət olaraq əlimizi də uzatan ilk biz olmuşuq. Baxmayaraq ki, 30 illik bir tarixdə elə siz də öz ata-baba yurtlarınızdan müvəqqəti də olsa köçkün düşdünüz. 5 il bundan qabaq biz bu qürurlu tarixə nail olduq. Bu qürur verici bir tarixdir. Mən hər bir tədbirdə düzdür, bunu demirəm. Amma inanın, burada gənclərimiz əyləşiblər. Mən yəni burada övladımı təbliğ eləmək istiqamətində də bunu qeyd etmirəm. Özümə borc bilirəm. 2023-cü il sentyabr ayının sonları idi. Mənim övladım Tel-Aviv Universitetində təhsil alırdı magistr proqramı ilə. Və mənə zəng elədi, dedi ki, ata, mən cənab prezidentimizlə qürur duyuram. Dedim, oğlum, bunun səbəbi nədən birdən-birə yarandı? Təbii ki, müxtəlif səbəblər var, bu boyda zəfər əldə eləmişik. Dedim, 82 tələbə 60 dövlətdən bu proqramla təhsil alır. Mən auditoriyaya daxil olanda hamı ayaqüstə məni alqışlar. Deməli, qalib dövlətin gənci olmaq, mən indi bunu səsləndirirəm, mən həqiqətən insan olaraq, indi bu həyatda öz yaşadığım bir tendensiyanı deyirəm. Fəxr duymamaq mümkün deyil. Ona görə də gəlin o qalibiyyəti bizə yaşadan Müzəffər Ali Başkomandanı ürəkdən alqışlayın. Beynəlxalq tədbirlərdə dövlətimizi təmsil etmişik, 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində. Ancaq məğlub olmuş bir dövlətin gənci idi. Müəyyən, indi alim kimlik konferanslarda iştirak edəndə də mahiyyət istiqamət qalırdı bir tərəfdə, bir də baxır, məqul ölkəni təmsil edən bir nümayəndə çıxırdı, əlində buklet, biz nə qədər müraciət edirdik konferansın təşkilatçılarına, bir də fikir verməyin, amma necə fikir verməyə bilər? O, həqiqətən cənab prezidentin o çıxışına mən çox danışıb sizin vaxtınızı alıram deyəsən, amma özümə boş bilirəm ki, bunları deyəm, çünki burada gənclər əyləşib. Bunlar bilməlidirlər ki, bugün əldə olunan bu uğur, bu nailiyyət, bu qalibiyyət keşli bir tarixdən keçir. Biz təsəvvür eləməliyik ki, 30 illik bir tarixdə həm müharibə şəraitində olmuşuq, 1 milyona yaxın bizim qaçqın və məcbur köçkünümüz olub. Dövlətin elə də iqtisadi gücü olmayıb 90-cı illərin əvvəllərində və Heydər Əliyevin təşəbbüsü ilə onun qətiyyəti ilə əsr müqaviləsi imzalandı və özünün də qeyd etdiyi kimi vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq, iqtisadiyyəti güclü olan dövlət hər bir şeyə qadirdir. Bu reallıq bugün özünü birüzə verir. Əgər bizim iqtisadi gücümüz olmasaydı, biz necə müasir silahları əldə edərdik? Biz necə o 1 milyona yaxın məcburi və köçkünlərimizin həyat şəraitini yaxşılaşdırmasını təmin edə bilərdik? Allah Dilarə xanıma can sağlığı versin. O özü öz çıxışlarında qeyd edir ki, mən Ulu Öndərlə uzun müddət bir yerdə fəaliyyət göstərmişik. Bəzən bir saat 4 olurdu, 3 olurdu, Ulu Öndər yatmırdı. Deyir, möhtərəm cənab prezident, niyə yatmırsın? Deyir, mən necə yatım? Çöldə qar, çolğun, leysan, mənim vətəndaşım palçığın suyun içərisində alaçıqlarda yaşayır. Yəni, vagonlarda yaşayır. Mən rahat ola bilmirəm. Amma biz hardan hara gəldik? Biz bunu unutmamalıyıq. Mən 90-cı illərin əvvəllərində keçdiyimiz o həyat, bugünkü həyat, təsəvvür edin ki, bu 30 illik müharibə şəraiti olmasaydı, əldə olunan vəsaitlərimiz hərbinin gücləndirməsinə istifadə olunmasaydı, 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən o vəsaitlər ayrılmasaydı, bugün Azərbaycan iqtisadi inkişafına görə dünyanın bəlkə də ən lider dövlətlərindən biriydi. Amma da neyə bilək? Həyatın bizə qismətidir. Gözəl neymətləri, coğrafi məkanı bizə bəxş edir. Amma çox təəssüf ki,
mənfur düşmənləri, imperialist düşüncəsi olan millətləri də bizə qonşu edir. Buna görə də dəyərli sabahımız olan gənclər, dəyərli toplantılı iştirakçıları, biz hər zaman bir olmalıyıq. Dünyada gedən bu təlatümlü proseslər hər birimizin gözü önündədir. Biz 10 milyon, yəni əhalimizə görə dünyada 86-87-ci yerləri bölüşdürürük, ərazimizə görə 812-ci yerdəyik. Amma liderimizlə birinci yerdəyik. Biz balaca bir dövlət olsaq da İlham Əliyev kimi böyük bir liderə sahibik. Və İlham Əliyevə dünya liderlərinin yanaşması, ona olan hörmət və ehtiramı hamımızın göz qabağındadır və onun üçün də onun yürütdüyü siyasəti hər birimiz bir əllə dəstəkləməliyik. Onun ətrafında bir olmalıyıq ki, bu dünyada gedən bu ağır dövrdə də Azərbaycanımızı bu proseslərdən, necə deyərlər, üzü ağ çıxardaq və ona dəstək olaq ki, o da Azərbaycanımızı daha inkişaf etmiş bir dövlətlər sırasına çıxartmış olsun. Hər birinizdə bir daha 2026-cı ildə uğurlar diləyirəm, can sağlığı arzulayıram və Yeni Azərbaycan Partiyası hər birinizin üzründə açıqdır. Çünki bu Ulu Öndərin bizə əmanət qoyub getdiyi elementlərdən biridir. Onun ən böyük elementlərdən biri bilirsiniz ki, Müstəqil Azərbaycan, qurucusu olduğu Yeni Azərbaycan Partiyası, yaratıcısı olduğu Milli Konstitusiyamız və onun layiqli siyasi davamçısı olan Cənab Prezidentimiz İlham Əliyev. Var olasınız. Məndən dəyərlərim, təbliği və yüksək istedadlı malik gənclərin müəyyən edilməsində verdiyi dəyərli tövbələrə görə tərtib olunmuşdur. Hakim xanım, siz də gəlin təmin olunmuşdur. Beynəlxalq Qaryeranın direktoru Elnura İskəndərovaya. Sizi bu möhtəşəm tədbirdə ürəkdən salamlayıram. Öncə mən hoş gəldiniz deyirəm. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının rəhbəri Cənab Bəxtiyar müəllimə dərin təşəkkürümü bildirəm ki, hər zaman bizə qapılarını açır və hər bir zaman uşaqları gözəl tədbirlərinin olmasına rəvac verir. Beləliklə, qeyd etmək istəyirəm ki, Beynəlxalq Qaleriya və Abşeron Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının dəstəyi ilə baş tutan Azərbaycan mədəniyyətinin inkişafına, yaradıcı gənclərin dəstəyinə həsr olunmuş uğurlarımızla 2026-ya milli mükafatı artıq 5-ci ildir ki, ölkəmizin mədəni və informasiya məkanında özünə məxsus yer tutan bir ənənəyə çevrilib. Bu mükafat il ərzində öz sahəsində fərqlənən, cəmiyyətə töhfə verən, vətənpərvərliyi, peşəkarlığı, Azərbaycançılığı ilə seçilən incəsənət və media nümayəndələrinin əməyinə verilən dəyərin bariz nümunəsidir. 2025-ci il bizim üçün xüsusilə məhsuldar və yadda qalan oldu. Yerli və beynəlxalq səviyyədə təşkil etdiyimiz çoxsaylı sərgilər, layihələr, əməkdaşlıqlar vasitəsilə mədəniyyətimizi daha geniş auditoriyalara çatdırdıq. Bugün burada olan hər bir kəs bu uğur yolunun ayrılmaz bir hissəsidir. Sizin fəaliyyətiniz yalnız bugün üçün deyil, gələcək nəsillər üçün də örnək olacaq, bir irs yaradacaq. Gəlin bu uğurları birlikdə qeyd edək və 2026-cı ildə daha böyük hədəflərə, böyük güclü birliklərə daxil olar. Hər birimizə yeni ildə sağlamlıq, ilham və davamlı uğurlar arzulayırıq. Çox sağ olun. Sözlərinizdən yola çıxaraq deyə bilərik ki, ölkəmiz incəsənət sahəsində ümumilikdə böyük şəxsiyyətlər yetişdirir. Bizim vəzifəmiz isə belə istedadlı şəxslərə yol göstərib, onları həvəsləndirmək və gələcəkdə də belə bir nəsil yetişdirməkdir. İndi isə söz verilir Beynəlxalq Qaleriyanın layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovaya. Tədbir iştirakçıları, Yeni Azərbaycan Partiyasının rəhbəri və bütün işçilərinə öncəliklə salamlayıram. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Həmişə qapılarınızı bizim üzümüzə açdığınız üçün, gözəl layihələri birgə həyata keçirdiyiniz üçün Bəxtiyar müəllim, başda siz olmaqla bütün işçi heyətinizə təşəkkürümüzü bildirir və qarşıdan gələn yeni ildə hər birimiz üçün uğurlar arzulayıram. Ötən il ərzində uğurlarımızla seçilən rəssamlarımız yalnız fırçaları ilə deyil, ruhları ilə cəmiyyətimizə fayda verirlər.
Və onların bugünkü fəaliyyəti yalnız bizim üçün deyil, gələcəyimizə hesablanmış bir əsərlərdir. İnandırım sizi ki, bizim layihələrimiz və tədbirlərimizdə baxırıq ki, bizim gənclərimizin, bizim müəllimlərimizin yetişdirdiyi tələbələrin nə gözəl əsərləri var. Və mən bu əsərlərin tarixdə, gələcəkdə Azərbaycanımızın gələcəyi üçün çox önəm daşıdığını düşünürəm və hər birinizə fırçanıza qüvvət deyirəm və media nümayəndələrimizə isə qələminizə qüvvət deyirəm, hər birinizə uğurlar arzulayıram. Yeni il ölkəmiz və hər birimiz üçün düşərli olsun deyirəm. Bundan artıq nə söyləmək olar? İnşallah ölkəmiz vətənpərvər və bu cür istedadlı gənclərimizlə daha böyük işlərə nail olacaq. Beləliklə tədbirimizin mükafatlandırma hissəsinə keçirik. İlk olaraq layihələrimizin işıqlandırılmasında bizə hər zaman dəstək olan və dövlətinə, millətinə şərəflə xidmət edən media nümayəndələrini təbrik etmək istərdik. Təcrübə. Çünki müəllim özünü işıqlandırır. Hədiyyəsini gətir. Hədiyyəsini. Boş gəlməyiblər, görürsünüz, baxaq. İlk xəbər saytının təsisçisi və baş redaktoru Xanoğlan Əhmədov. Ayrıca vurğulamaq istəyirəm ki, cənab prezidentimiz yaxın vaxtlarda Xanoğlan müəllimi 150 illik medalında tərtib edib, bir ayrıca sizi təbrik edirəm. Təşəkkür edirəm. Doğrudan da sürpriz oldu. Elnur xanım, Aydın, hər birinizə təşəkkür edirəm. Bəxtər mənim iş tanışlığımız çox xoş oldu. Mən orada həsəd axanım xanımlara ki, bu qədər eminsiz, bu qədər belə məsuliyyət hissi var. Bəzən adam bütün işi gücü buraxıb əsər. Mən bugün Moskva bir tanışdım, amma hesab elədim ki, mütləq gəlib görürüm. Moskva bileti bizə görə təxirə salmışsınız. Hər zaman gözəl xəbərlər paylaşasınız, uğurlu Allah xəbərlər. verir və can sağlığı, can sağlığı qismət edir. Sağ olun. Dövlətçiliyimizin inkişafı üçün tövbələrimizi əsirgəmir. Amin. Avropa İnfo saytının rəhbəri Rəsul Mirhəşimliyev. Xəbər Time az redaktoru Yeganə Tərman qızı. Təbrik edirik. Çox sağ olun. Gələnimizə dəstək, əllərinizə sağlıq. Gələcəkdə bizim məqalələrimiz, testlərimizdə çıxır. Əməkdaşlıq edə bilərmi? Sevə-sevə. Vasif müəllim, xahiş edən əlaqə nömrələrini götür, edə müəllimlə. Sevə-sevə hər zaman hazırıq. Bizim istedadlı gənclərimiz, ziyalılarımız, alimlərimiz dövlətçiliklə bağlı, cənab prezidentin yürütdüyü siyasətlə bağlı xüsusi bir məqalələri olur. Və mən arzu edərdim ki, o sizin rəhbəri olduğu saytlarda da ulaşmalı. Nə xoş mənəm. Elə ən böyük bizdə Yeni Azərbaycan Partiyasına tövbəli olur. Yeni gəlmişkən 1997-ci ildən mən Yeni Azərbaycan Partiyasının Eyni. üzvüyəm və Heydər Əliyevin şəxsi imzası və müdürü ilə mən həqiqətən o vəsiqə almışam. Çox Siz hara məzun xoşbəxtəm. olmuşsunuz? Mən Sumqayıt Sumqayıtda. Yox. Müəllim universiteti. Hər Pedagog Universiteti. Sonra da ikinci təhsil almışam jurnalist. 97-ci ildə Nizami Xudiyev idi də rektör. Bəli. Bir də qızlar sizə təşəkkür edirik. Həmişə belə pozitiv olun. Hər zaman yanınızdayıq və siz də bizim yanımızda olun. Bütün nominantları təbrik edirəm. Öz qələm yoldaşlarımın hamısını təbrik edirəm. Nə yaxşı ki varsınız, nə yaxşı ki varmısınız. Mən xəbərtayım.az saytını müəlliməm. Sumqayıt Milli adına Şoxanda Sənət Məktəbində musiqi şünaslığında. Çox sağ olun. Sağ olun. Hər birinizin qələminizə sağlıq. Təzadlar qəzetinin redaktoru Yasəmən Məmmədova.
Təbrik edirəm. 525-ci qəzetin müxbiri Şəhanə Müşfiq. Təbrik edirəm. Rəşad müəllimə də salamlarınızı çatdırın. Allah işləsin. Sağ olun, sizə olmalara. Xeyirli uğurlu, təşəkkür ederim. Xalq qəzetinin redaktoru Fidan Salmanova. İnşallah nə olar ki, hər bir əskərin general olmaq arzusu olmazsa, ondan əskər olmaq vaxt olar. İnşallah olar. Çox sağ olun. Təbrik edirəm. Bunu onda belə tutaq, bunu da söz. Bütün zəhmət olursa. Təbrik edirəm. Voice.az xəbər portalının müxbiri Cəmilə Çibatayeva ispat olunur. Çox sağ olun. Buyurun da sizin hədiyəniz. Çox sağ olun. Xəbər Ekspres.az saytının operatoru Xatirə Məmmədova. Xatirə xanımın tərəfdaşları çoxdur deyəsən, maşallah. Bir dənə ürəkdən almışlayın. Bütün jurnalistlərimizə təşəkkür edirəm. Yaxşı ki, var olun. Təşəkkür edirəm. Var olun. Allah sizi var olun. Tip xidməti polkovniki, 1-ci Qarabağ müharibəsi iştirakçısı rəssam Nurəddin Məmmədov. Təbrik edirəm. Hətta bizim sıralarımızda... Cənab polkovnik leytenant, indi xoşbəxtsinizmi? Şükür. Nəyə görə dedim? İkinci Qarabağ müharibəsində Mən həyatımı davam edirəm. Allah sizə var. Ona görə ki, qisası aldıq da. Bəli. Biz deyə bilmərik ki, 1-ci Qarabağ müharibəsində bizim qəhrəman igidlərimiz. Biz şəhidlər də verdik, amma təsəllimiz gələcək istiqamətdə var idi. Amma torpaqlarımızı çox təəssüf ki, 20% düşmən taxtağı altına düşmüş oldu. İlərimiz olsa. Amma 44 günlük vətən müharibəsində sizin davamçılarınız həm sizin, həm 20 yanvar faciəsi, həm Xocalı faciəsi və digər bizim başımıza törətdikləri o mənfur düşmənlərin bütün qisaslarını aldı. Allah xalqımızı qorusun. Amin. Allah var edəsin. Harada döyüşmüşsünüz orada? Həkim olun. Mən həkim olmuşam. Mən 36 yaşında könüllü gəlmişəm buraya. Müharibəyə, müharibə görmədən müharibəyə gəlmişəm. Allah köməyiniz olsun. Mülkü kimi. Yox, əvvəlcə mülkü kimi götürürlər, sonra mən tıp xidməti leytenant idim. Mən medinstitü qutarmışdım. Orada fakültə var idi. Görün sizin şəfalı əllərinizdən nə qədər əskərlərinizə siz cavab verirsiniz. Allah sizi var eləsin. Yaxşı var eləsin. Biz sizə təşəkkür edirik. Həm də rəssam. Bəli, gözəl rəssam. Çox gözəl əsərini də gəldiyimə görə tanış olacaq. Mən Hüseynzadə. Bizi mənənə... 1-ci Qarabağ müharibəsi iştirakçısı, qabaqçılıq işçisi Nəzakət Baxışov. Nəzakət xanım. Eyni zamanda Nəzakət xanımın həyat yoldaşı da Əfqanistan müharibəsində döyüşüb, özü də birbaşa könüllü gəlib Qarabağ müharibəsində döyüşüblər. Təbii ki. Həyat yoldaşına baxın. Sizə təşəkkür edirəm. Bəxtiyar müəllim, çox sağ olun ki,
ki, bu mükafatlar arasında məni də bu mükafata layiq görmüsünüz. Elnurə xanım sizə də, Aygün xanım sizə də minnətdaram. Dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Allah sizə can sağlığı Sağ olun, versin. çox sağ olun. Biz də dövlətimizə, xalqımıza müharibə nəsib eləməsin. Amin. Daimi xoş günlər olsun, sülh olsun. Gələcək həkimlik fəaliyyətidir sizdə. Hal-hazırda 7 nömrəli doğum evində çalışırsınız. Nizami Nə rayon gözəl, 7 sayı doğum evində tibbatçısı olaraq çalışıram. 92-ci il müharibəsində də əməliyyat tibbatçısı olaraq iştirak etmişəm. Allah kömək olsun. Amma ən gözəl an odur ki, indi də körpələrin, yenə xidmətdədir, indi də körpələrin dünyaya gəlməsinin şahidi olursunuz və onları cəmiyyətə təqdim edirsiniz. Allah sizi var kömək etsin. olsun. Respublika İncəsənət Gimnaziyasının müəllimi rəssam Minə Məmmədova. Səhhəti ilə əlaqədar gələ bilmirik. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, Rus Dram Teatrının quruluşçu rəssamı Zinayda Mirzədə. Zinayda xanımı xüsusilə bugün təbrik edəcəyik. Bəxtiyar müəllim gördüyünüz kimi o üzərində bugün Lauriat adı gətirib xaricdən, yəni birbaşa Viyanadan. Viyanadan. Təbrik Sizə təbrik ediyorum. Viyanadan. Ödülü önə çıxar. Bunu deyir, medalını nəzərdə tutulsun. Uğurlar. Çox sağ olun. Mən də Qarabağ qazisi. Zinayda xanımın qardaşı Ağdamda vuruşub, Könüllü gedib. 1-ci Qarabağ müharibəsi qazisidir. Allah can sağlığı versin. Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, RM Art Studiyonun rəhbəri, Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə tərtib edilən rəssam Rəsmiyə Mahmudov. Rəsmiyə xanım xüsusilə qeyd etmək istəyirəm. Bəxtiyar müəllim. Yəqin Rəsmiyə xanım Pedaqoji Universitetinin yaradılmasının 100 illiyi ilə bağlı qabaqcıl təhsil. Təbrik edirəm. Eyni zamanda Rəsmiyə Mahmudova, onu demək istəyirəm ki, bütün Ulu Öndər Heydər Əliyevin uzun illərlə həyata keçirdiyimiz birlikdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı ilə birgə deməli rayonlarımıza bilirsiniz ki, etüdlər həyata keçiririk. Həmin etüdlərdə birbaşa Rəsmiyə xanım Mahmudova tələbələri ilə hər zaman iştirak edirlər. Bir çox müəllimlər kimi ön plandadır. Mədən sağlayın. Bir neçə ildir bir yerdə əməkdaşlıq edirik. Tələbələrim də sağ olsun ki, həmişə mənlə bir yumruq kimi birləşir və tədbirlərdə iştirak edir. Burada iştirak edən bütün gənclərə öz təşəkkürümü bildirirəm. Həmişə belə saxlayın sükanı və davam edin. Mən sizə hər birinizə uğurlar arzulayıram. Mən də sizin hər birinizə əməkdar rəssam, xalq rəssam arzulayıram. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəssam müəllimi Elanura Mənsunova. Gözəl Elanura. Təbrik edirik. Çox sağ olun. Xeyirli uğurlu. Bir sahədə hansı rayonlara əhatə edir? Nəsimi rayonu. Çok güzel müəllimə Elanura xanım. Çox sağ olun. Gözəl rəsmləri var, əsərləri var, güzel tələbələri var. Verdiniz, dəyər üçün təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin baş rəssamı. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 100 illik yubiley döş nişanı laureatı Fərrux Qasımov. Eyni zamanda Fərrux müəllim gələnə qədər onun haqqında məlumat verim ki, İsraildə gözəl ilk fərdi yaradıcılıq sərgisi keçirilib. Sizi təbrik edirəm. İsrailin hansı şəhərində? İkinci fərdi yaradıcılıq sərgimizi də inşallah Yasamal rayon təşkilatında keçirək. Sağ olun. Mərdəkan Mədəniyyət Sarayının müəllimi rəssam Elnara İskəndərov. Elnara xanım da gələnə qədər onu təqdim etmək istəyirəm ki, İsveçrədə yeganə rəssamdır ki, ilk fərdi yaradıcılıq sərgisi təşkil olunur.
və bütün rəssamlarımızı demək olar ki, əksəriyyətini tanıdıq. Uğurlar arzu edirik. Xeyirli uğurlu olsun Elnara xanım. Şüvaran Qəsəbə Mədəniyyət Evinin bədii rəhbəri Güləndam İskəndərova. Güləndam xanım da qabaqcıl mədəniyyət işçisidir. Çox gözəl. Daimi olaraq gözəl tədbirlərini ön plandadır. Ölkəmizi dəfələrlə xaricdə layiqincə təmsil edən istedadlı rəssam Nərminə Ulxanova. Hardasa mən bildiyim qədər 10 ölkədə Azərbaycanımızı yüksək səviyyədə həyat yoldaşı ilə bərabər təmsil eləyir. Xeyirli, uğurlu olsun. Bu çəkilirsin. Uğurlu olsun sizə. Rəssam, dizayner, Art Club Studiyanın rəhbəri Günay Məmmədova. Günay xanım xüsusilə vurgulamaq istəyirəm. Günay xanım bugün burada 16 tələbəsi ilə iştirak edir. Amma o deyim ki, daimi olaraq dövlət tədbirlərində, səfirlik tədbirlərində ön plandadır. Xeyli, uğurlu olsun. Cəbrayıl rayon Qovşuqlu kənd və Qubadlı rayon məktəbinin rəsm müəllimi rəssam Tofiqə Ağayeva. Tofiqə xanımı da 2 aydır gözəl toyu olub, xeyirli, uğurlu olsun, Allah xoşbəxt eləsin. Çox gözəl müəllimədir, gözəl rəssamdır. Təbii ki. Xeyirli, uğurlu olsun, Həsən. İlahə Art Studiyanın rəhbəri, Oxu Tədris Mərkəzinin müəllimi rəssam Həyat Şirinov. Vurgulamaq istəyirəm. Ulu Öndər Heydər Əliyevin bu 102 illik yubileyi ilə əlaqədar Lənkəranda Mədəniyyət Sarayında gözəl bir sərgisi həyata keçib. Təbii ki. Xeyirli, uğurlu olsun. Şəhanə Art Studiyonun rəhbəri rəssam Şəhanə Paşayeva. Şəhanə xanım, Zəngilandan xoş gəldiniz. Siz nə vaxt qonaq edirsiniz Allah xoşbəxt? İnşallah Zəngilanda xançəm. Gördünüz mü? Buradan bura Xankəndi ilə Zəngilana qonaq getməyimizə təklif aldı. Biraz sürətləndi. Buyurun. Keramika və vitraj müəllimi rəssam Aygün Qürbətova. Aygün xanım olduqca gözəl keramika ustasıdır. Təbii ki. Gözəl mənzərə. Buyurun. İstedadlı rəssam heykəltaraş Ruhiyə İsmailova. Bu yerdə mən Ruhiyə xanımı həyat yoldaşı da buradadır. Təbrik edirəm. Xeyirli, uğurlu, düşərli olsun. Onun bax gördüyünüz kimi o gülləri xüsusilə güllər gətirdim. Güzel çəksən. Bax o gülləri çəkməyinizi istəyirəm. Xüsusilə Ruhiyə xanımın əl işləridir. Qablar da, güllər də gördüyünüz kimi var olasınız Həsən. Könül Art Studiyonun rəhbəri Könül İbrahimova. Könül xanım gözəl müəllimə, gözəl sənətkar. Təbii ki. Buyurun. Xalçaçı rəssam, Gold School, Premium və Mir Talantov kurslarının rəsm müəllimi Gülşən Mirzəyeva. Gülşən xanım 4 tədris mərkəzində müəllimi işləyir. Bəli, tələb olunan müəllim. Təbii ki. Xeyirli uğurlu. Buyurun. ABC School və English for Kids tədris mərkəzinin müəllimi rəssam Arzu Məlikova. Arzu
xanım bizlə bərabər 12 ildir fəaliyyət göstərir. Arzu xanım olduqca gözəl müəllimə və rəssamdır. Art Studiyonun rəhbəri Aynur Əliyeva. Aynur xanım bizə səhhətinə ayrıca gələ bilməyəcək. Suraxanı rayon 89 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Aysun Ələkbərova. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, rəssam, dizayner, 8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəsm müəllimi Jalə Rızayeva. İstedadlı gənc rəssam Gülnarə Novruzova. Xeyirli uğurlu olsun, nəsiniz? Çox sağ olun. Gəlin Gülnarə xanım, buyurun. İstedadlı gənc rəssam Arzu Məmmədova. O gələnə qədər sizin şəkil düşdüm. Xeyirli uğurlu olsun, nəsiniz? Peşəkar rəssam, Almaniya Beynəlxalq Ədəbiyyat, İncəsənət və Kommunikasiya Akademiyasının həqiqi üzvü akademik Nihat Əliyev. Nihat bəy, xeyirli uğurlu olsun, gözəl rəssam, gözəl sənətkar, gözəl insan. Arxadan gəldi, səhər, Amma xüsusi mən bu gün vurğulamaq istəyirəm bir nüansı. Bəhçər müəllim, bu gün nüansı vurğulamaq istəyirəm. Bir ay sonra toyları olacaq. Nihat bəylə Xalq qəzetinin redaktoru əzizimiz Fidan xanım. Realizm üzrə ixtisaslaşmış istedadlı rəssam Caziran İsayev. Gözəl sənətkar. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi istedadlı gənc rəssam Aysu Bayramlı. Xeyirli uğurlu olsun. Ofeliya Art Brendinin təsisçisi, rəssam, pedaqog, Ofeliya Qərimov. Ofeliya xanımın olduqca qeyri-adi sənət əsərləri var, aşağıda da işıqlandırılıb. Yəni, qeyri-adi bir sənətdir. Xeyirli uğurlu olsun, aşağıda tanış olacaq əsərlər. Mələklərin Uşaq Bağçasının direktoru Tamara Məmmədova. Mələklərimi xüsusilə vurğulamaq istəyirəm. Mələklərin Uşaq Bağçası, Tamara xanım, sizə böyük uğurlar arzulayıram. Aytən İsayeva sizin gözəl müəlliminiz. Olduqca qabaqcıl bir uşaq bağçasıdır ki, hansı ki uşaqlar daimi olaraq tədbirlərə, sərgilərə, master-klasslara aparırlar. Maşallah, 3 filial. Çox sağ olun, təşəkkür edirəm hər birinizə, bütün əməkdaşlarınıza, minnətlərim, çox sağ olun. Var olun. Var olun mənsin. Həmçinin Mələklərin Uşaq Bağçası və Real Teks Tədris Mərkəzinin rəsm və rəqs müəllimi Aytən İsayeva. Rəssam, dizayner Aydan Məmmədova. Olduqca Aytən xanım istedadlı, gözəl dizaynlardır. Həm də səmlət sayəsində demək olar ki, Brentford xanımdır. O da mələklərimdədir. Çox sağ olun. Hər təşəkkür edirəm. Var olasınız. Mənsə bu gözəl çiçəkləri, bax, deyir çiçəyə çiçək yaraşar, Elnara xanım buradadır. Elnara xanım Yeni Azərbaycan Partiyasının sədr müavini. Buyurun, zəhmət olmasa. Çiçəyə çiçək yaraşar. Təbrik edirəm. Şatu Sənət Elminin rəhbəri, rəssam, xəttat, sənətşünas Turan İlhan.
Xəttat dedikdə Azərbaycanda Turan xanım yada düşür. Gözəl sənətkar. Diplomları yazırsınız. Gözəl sənət evi də var eyni zamanda. Bir nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin tərtibatçı rəssamı Nəzrin Zeynalov. Təbii ki. Elm Art Studiyonun tələbəsi Nuray Qasımov. Elm Art Studiyonun tələbələri hazırlaşsın və eyni zamanda başda rəhbərləri Rəsmiyə xanım Mahmudova olmalıdır. Gəlin dayanın. Həmçinin Elm Art Studiyonun tələbəsi Gövhər Hüseynli, Aslı Əliyeva, Nərmin Əhmədova, Mədinə Cəfərova, Nilay Cəfərova. İstedadlı gözəl bir qızımızdır, hansı ki gözəl bir rəssamdır. Hansı məktəbdə oxuyursunuz? Hansı rayonda yerləşirsiniz? Suraxanın rayonunda. Emin oldukça istedadlı, oldukça bacarıqlı. Hamımızın bir aldıqlarımızı Emin'in 16 yaşı var. Emin çok istedadlı oğlandır. Bütün sərgilərdə, tədbirlərdə ön plandadır. Allah səni qorusun Emin, yaxşı ki vaxtın. Təşəkkür eləmək istəyirəm ki, daimi olaraq Emil'in arxasındadır və bütün tədbirlərdə Emil ön plandadır. Allah balamızı qorusun, Allah sizə baxsın. Maşallah, çok istedadlı, çok ağırlı, güzel. Istedadlı gənc rəssam Pərvanə Hüseynli. Onu devlətimiz bir neçə öncədən sərgisi təşkil edir. Məktəbin şagirdi Zeynəb Əzizli. Sumqayıt şəhər general Məmmədov Zeynəb Əzizli oldukça istedadlı. İnteqrasiya təlimli integral tipli gimnaziyanın şagirdi, gələcəyin istedadlı rəssamı Malik Kərimli. Ay ya, gələcəyin generallarıdır oğlanlarımız, qızlarımız da xanımların Azərbaycan qızlarıdır. Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin rəsm müəllimi Günay xanım Lənkəranda olduğu üçün və Ağcan rayon Küçoğlan kənd tam orta məktəbinin şagirdi Həsənli Nuray. mən xüsusilə Nurayın hədiyyəsini təqdim istəyirəm. Xahiş edirəm, Günay xanımı bir də təqdim edin, çəkib göndərək. Çox xahiş edirəm. Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin rəsm müəllimi Günay Talşinskaya. Xeyirli, uğurlu köçərli olsun. Həyat xanım, sizə tapşırılır. Sonra ikinci bizim var. Ağdam rayon Küçoğlan kənd tam orta məktəbinin şagirdi Həsənli Nuray. Həsənli Nurayı da təbrik edirik, hər zaman ekiblərimizə qatılır. O Ağdamda yaşayırdı, gəlmək biraz problemlidir. Ona görə təbrik edirik əzizlərimizi. Azər Sürelinin baş rəssamı Qətibə Cəfərova. Qətibə xanımı da xüsusi təbrik edirik, ödülünü gətirir zəhmət olmasa. Biz özümüz çatdıracağıq. Sadəcə olaraq bugün Qətibə xanımı Azər Suvenerin baş rəssamıdır. Çox gözəl xanımdır, gözəl rəssamdır və böyük uğurlar arzuluruq, nailiyyət arzuluruq Qətibə xanıma. Sizi çox sevirik. İndi isə istərdik ki, bizə bu mükafatların ötürülməsində köməkli edən 265 nömrəli məktəbin 10-cu sinif şagirdi Quranə Məmmədovaya bir təşəkkür edirik. Bəhçən müəllim, bu gözəlimizi siz təbrik edin. Quranə olduqca istedadlı, savadlı, ağıllı bir gözəl gəncimizdir. Hansı ki o Koreyacıda hazırlaşır, ingilisini hazırlaşır və o təhsilini Koreyada almaq istəyir. Xeyr, bu olsun.
Keçən Günay xanımın da qızıdır. Cənubi Koreya. Cənubi Koreyaya gedəcəksən Əsr? İnşallah. Xeyirli, uğurlu düşərin olsun. Günay xanım anası da buradadır. Gözəllər gözəlimiz. Allah xoşbəxt eləsin. Bugün bizə böyük dəstək oldu. Dəyərlimiz gözəl bir kanaldır ki, hər zaman rəssamlarımızı ön planda saxlayır. Və bugün bizim bu gözəl tədbirin bütün ağır missiyasını çiynlərində daşıyan Çərkəz Quliyev idi. Askerlər zamanı, belə əməkdaşı və eyni zamanda gözəl aparıcı, hansı deyərdim ki, məşhur aparıcı. Beləliklə əzizimiz, dəyərlimiz sizə dərin təşəkkürümüzü bildirir və istəyirəm buyurasınız. Sizin diplomunuz təqdim olunsun. Bunlara hər zaman zövq oluram ki, bu maraqlı bir şeydir. Səsinizə sağlık, Allah sizi var eləsin. Çox sağ olun, İndi isə sizlər hələ davamı gözləyirik. Hər tədbirin sonunda belə bir mötəbər tədbirlərdə gözəl rəssamlarımızın əməklərinin birini Yap-Yasamal Rayon Təşkilatına Bəli, bəli. Mən istədim ki, onu burada hədiyyə edərdiniz, amma deyəsən aşağıda deyirsiniz. Amma oradan birini seçirsiniz. Görürsünüz, o xatirələrdə mən hamısını saxlayayım. Təki bizim rəssamların əsəri Yap-Yasamalda sərgilənsin. Bizim gələn bütün qonaqlarımız bir-bir o rəsm əsərlərini soruşurlar. Və deyirəm ki, ən böyük reklamdır da. Əlbəttə, ən böyük reklamdır ki, sizin əsəriniz mən burada olur. düşəndə mənim bir imkan olsa, vaxt olsalar görsədərəm. İnşallah. İcazənizlə mən də bütün ödül alan, tərtib olunan soydaşlarımızı ürəkdən təbrik edirəm. Onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm. Və arz edirəm ki, o sizin də dediyiniz kimi, gələcəkdə onların fəaliyyəti dövlət səviyyəsində qiymətləndirilmiş olsun, xalq rəssamlar olsunlar, dövlətimizi gözəl beynəlxalq tədbirlərlə, necə ki, burada təmsil edən bizim soydaşlarımız var. İnşallah onların sayları daha da çoxalsın. Sizlərin sayəsində bizləri də unutmayın. Qətiyyən. Çünki, əzizlərim, bir şey arzulayıram. Dünyanın bütün ölkəsində ola bilərsiniz. Sizə hər bir zaman gözəl istirahət, gözəl təhsil, gözəl yaşayış arzulayıram. Bəli, hamınıza, xaricdə hamınızın villalarınız, imkanınız olsa, amma bir şərtlə. Bugünkü bu saniyəki söhbəti unutmayın. Azərbaycan adı gələndə, Azərbaycan himni səslənəndə, hər zaman əliniz, bayrağı görəndə, bax, əliniz ürəyinizin üstündə olsun. O zaman biz fəxr edib, beləliklə dəyərli sənətkarımız buyurur. Səlim Abdəsov. Mükafatlandırma hissəsini bitirdik. İndi isə bədii hissəsinə keçirik. Lakin bədii hissəsinə keçməmişdən qabaq, əvvəlcə Yeni Azərbaycan Partiyasının himni hissəsini. Hamısı salamlayıram. Bu gözəl iqamətgah mənim üçün doğmada. Artıq ikinci dəfədir mən burada qonağam. İlk dəfə olaraq gəlmişdim. Dəyərli sənətkarlarımız, Respublikanın xalq artistləri Gülrana xanımla, Gülyas xanımla burada gözəl bir kompozisiya səsləndirdi. İstəyəcəm o kompozisiyanı bir daha səsləndirim, amma səsləndirməmişdən qabaq mən bir daha bizim dəyərlərimiz Emrah xanım, Aygül xanımsa təşəkkürü bildirirəm. Çox sağ olun ki, uşaqları, gəncləri belə sevindirirsiniz, belə gözəl tədbirlərlə. Sevgilimlər arzu edirəm, can sağlığı arzu edirəm. Sizə də əziz dəyərli qonaqlar, 2026-cı ildə bir-birindən gözəl nailiyyətlər, uğurlar, can sağlığı arzu edirəm, bol-bol bərəkət arzu edirəm. Çox hörmətli Yasamal
mühündisi əlsi olan Cənab Prezidentimiz Ali Başkomandan İlham Əliyevə, qəhrəman şükürlərimizə, qəhrəman qazimizə borclu. Allah Azərbaycanımızı verirse, Allah bütün qəhrəman əsgərlərini verirse, yaşasın Azərbaycan əsgəri, yaşasın Azərbaycan əsgəri. Yazdığım, bu mənim üçün məzbə öyle etməyib. Mən içimdən gəlir ki, bizim Ali Başkomandanımızın yürütdüyü siyasətə hörmət əlaməti olan dəstək olaraq gözəl bir kompozisiya yapmışam. Cənab Prezident, istəyirəm o gözəl kompozisiyanı, o gözəl marşı sizlərə təqdim edin. Yaşasın Azərbaycan. Başkandan müzəffər qəhrəman, səninlə fəxridir bu xalqın hər zaman. Başkandan müzəffər qəhrəman, səninlə fəxridir bu xalqın hər zaman. Sən ümid yerimiz, qəlbimizsən, əbədi ürəkli sərkərdəmizsən. Sən bizim ömrümüz, qəlbimizdəsən. Ey Cənab Prezident, səninləyik biz. Sən ulu öndəyin yoluna sabit, qanunun hər adımlarına layık. Yerine getirdin adaletiyyəti, bu yolda bizsiz olur əziyyətin. Başkandan müzəffər qəhrəman, səninlə fəxridir xalqın hər zaman. Başkandan müzəffər qəhrəman, səninlə fəxridir xalqın hər zaman. Məraid sözləri bizim dəyərli dostumuz Nəməkar şahid Fuad İbrahimova aiddir. Bir alqışla üz-üzə gəldik həmin o gecə, sənlə gözəl yar görüş yerində. Ağlımı aldı bu bir cüt baxış, başladı Reysan bir yandan yarış. Tuttum əlindən sənin o gecə, əski titrədi ürəyimiz necə. Anlaştık o gün, dedik koymadık, bizim sevgimiz dönmesin hiçbir yere. Sevdim seni, ay sevgilim, bir can ola ayrılmaya. Biz bu eşkin yollarında sevgililerin ayrılmaya. Sevdim seni, ay sevgilim, bir can ola ayrılmaya. Biz bu eşkin yollarında senle birlikte aklımdaya. Eşk olsun! Kızıl Ürək sahibidir. Ona bugün Kızıl Ürək veriyor. Buyurun Zeynep Hanım. Uğurlarımızla 2026'ya deyirik. İnşallah sizi yakın zamanda xalq artisti görək. İnşallah. Rugiye Hanım, yaklaşmanızı istəyirəm. Gördüğünüz bax bu gözəl ürəklərin sahibi. Hə, bizi çəkin. Camal çək sonra. Bir dəqiqə. Rugiye Hanım, buyurun. Rugiye Hanım gəlin. Ama Rugiye Hanım gərək sənin mənimlə bir dəmir yumruq gəlir. Daha məqsədə müvafiq. Bir dənə çək o. Rugiye Hanım da gözəl heykeldaşımızdır. Bak gördüğünüz ürəklər qüvvətlərindir. Təbrik edirəm. Mən Rugiye xanıma təşəkkür edirəm. Rugiye xanım çox sağ olun, minnətdaram bu gözəl əl işinə görə. Mən bu gözəl əl işini ən gözəl yerlərdən birində qoyacağım. Təşəkkür edirəm, çox sağ olun. Allah razı çok sağ olun. Dəvətiniz üçün və dediyimiz kimi, bu Səlim qardaşımız dediyi kimi, bütün bu irəlidə gələn 2026-cı ildə bütün uğurlar sizlərin olsun inşallah. Və mən istəyirəm bir zəfər mahnısı ilə ilk olaraq başlayayım. Gəncə mahnımız.
ayrılmayız bir de biz keşiğinde ordumuzdur mübarek. Şükrederek karşısında seni senden alıp ben ederim Allah. Beni çektirdin günah ve günah, kıskançlıktan ölürüm Allah. Eğer ki yarattı Allah, kalbine delip giderim Allah. Çektiklerim günah ve günah, düz ağını alıp kaçarım billah. İndi saysan birden beşe, boşuna düşme teşvişe. Senden sevirsen valla, eşten delik billah. İndi saysan birden beşe, boşuna düşme teşvişe. Senden sevirsen valla, eşten delik billah. Bir, iki, üç, dört, beş, sevgi sarayım, o sarayda padişah. Yanımda o kimse, gelen değil valla. Senin adın kalpte, tahtını vurur billah. Göz yıklarında sen gerçekte sen Allah billah. Hər zaman tədbirlərimizdə fəal iştirak edirik, sizə təşəkkür edirik və bu qızıl ürəyin dili də sizə düşür ki, hər zaman təmənnasız gəlirsiniz, xidmət edirsiniz. Ürəyin müəllifi buradadır xanım. Bu bizim partiyamıza da bir dəmir yumruq bağışlayır. Amma dedim bizim müğənnilər gəncdir də, indi bunlara ürək Əslində bu ürəkdə biraz soğusu yaxşıdır ki, biraz ürəyi olmayan insanlar var ki, onlar ürək. Teşekkür ederim. Allah sağlık. Ben bir Ruhiye Hanım'ın işini. Ruhiye Hanım teşekkür ederim. Allah size can sağlığı versin. Her zaman böyle güzel işlerden güzel sevindirir. Bakın. Var olun. Var. Səlim əminə bax, Səlim əminə bax. Bravo, merhaba. Əmiyə bax, əmiyə bax. Ama icazə verin, gitsin. Demək istəyirəm, bu günlərim bizim dəyərlimiz, gözəlimiz Yusif Bəyli Nuray, Yusif qızı bizim torpaqlarımız uğrunda canından keçən oğlanın evladıdır. Allah xoşbəxt eləsin, Allah bəxtlərə eləsin. Hanımları, Allah sizi var eləsin, kömək olsun. Baxın, mən xüsusilə ananı da dəvət eləmək istəyirəm bura. Bəli, dur, baxın, geçək baxın. Yusif bəyin həyat yoldaşı da gəlsin. Gəlin, buyurun. Gəlin, bax, burada dayanın. Bura gəlin, gözəlim. Gəl bura. Allah sizi xoşbəxt eləsin. Aha, indi uşaqlar, baxın. Baxın, balaları. Kameraya baxın, şəkillərimiz düşsün, gözəldir. Bana bir evladımız var mı? Allah bəxtəvər eləsin. Azərbaycanımızın bax, gələcəyi bu gördüyünüz körpələrdir. Allah qorusun millətimizi, devlətimizi, xalqımızı qorusun Allah. Amin. Allah sizi var eləsin, sizi uğurluyuruq. Tamara xanım başda olmaqla bizim dəyərlimiz Aytən.
Amil müəllimə bir dənə təqdim edeyim. Bax, bu gözəl rəqsləri bizə Bakı İstanbul Liseyinin gözəl müəllimi, eyni zamanda deyil, təqdim edeyim. Deyil. Musiqili dram teatrının istifadət etməsi. Xalq Bülbül rəqs qrupunun rəhbəri. Bakı İstanbul Liseyinin müəllimi Amil bəy. Bu qədər əziyyət çəkəcəm. Təbrik edirəm. Gedib arxadan uzaqdan çəkmək olar. Ortaya baxaq. Keçin deyə oradan. Damal çək, baxaq telefona baxın ortaya. Ese amor llega así de esta manera, no tiene la culpa. Dándole la sabana, porque muy despreciado, por eso no te perdono llorar. Ese amor llega así de esta manera, no tiene la culpa. Allah səni xoşbəxt edəsin. Eyni zamanda 9 kitab müəllifidir. Birinci 9. Dərs vəsaitidir. Dərs vəsaitidir. Sizin də gözəl təqdimatınızı keçirdək. Keçəcəm mən. İnşallah. Ancaq bu ödül mənim qızımın da rəssamdır. Aynur Əliyeva. Sağ olun. Var olun, nə səhvdir. Sağ olun. Sizdən fərq olun. Qürur duyuyorum. Bakın sen mi? Çəkildi. Bakın. Xahiş edirəm, diqqətlə baxın ki. Zarafat şirikələr, mehriban ailəyin, mehriban ailəyin, dostlar yeşdirək, mehriban ailəyin, mehriban ailəyin, gəlin dostlar hər zaman deyək gülə, heç Elə sizinlə haradır təsəvvür? İtaliyadır. Gözəl pərvanəmiz, müəlliməsi Dilara İskəndər. Astara dönür, Lənkərandır. Qeyri-adi əsərlərlə məşğuldur gözəl rəssamımız. Çox gözəl, Çox gözəl, möhtəşəm əsərlərlə məşğuldur, həqiqətən qeyri-adidir. Əllərimizə sağlıq, canım mənim, çox möhtəşəm. Bayaqdan təqdim edilir. Bizim gözəl... Yaxındır. Nizamidir, Füzulidir, pedagogikdir. Güzellik gençleridir ama gençlik Azərbaycan. Yəni çox dəyərli bir əsərdir. Müştəri gözələ baxır, hər gözəl Güvar qalır əsərdə, müştəri baxır. Azara baxatlarını işləyir. Siz bilirsiniz də, bu 44 günlük vətən müharibəsində bir sıra yüksəklikləri biz düşməndən azad edəndə atlardan istifadə eləmiş. Əsasən bu, camışlar və məraşınlardır. Və onlar xüsusi hazırlanmış ateşkəsdə, yəni silah atmaq və düşməmək üçün xüsusi təlim keçmiş atlardan. Həm də yaralılarımızı, Allah şəhidlərimizə rəhmət edəsin, buradan çıxartmaq üçün də atlardan istifadə edir. Bax bu yaraşıqlı uşaqların əsəri Malik, sən də maşallah olsun, çox gözəl. Malik Sumqayıtdan gəlir, o gözəl bax gördüyünüz kimi, öz ateli. Ateli, hatta mənim elimdə, biləsin. Neçə yaşım var? 12 yaşım var. 12 olacaq da o. Mən də 48 olacaq da. 12 ildən bir də ateli. Bunu atelindən bir sən də böyüyəcəksən, sən də gözəl vəzifədə olacaqsan. İnşallah. Yaraşıqlı olar, inşallah. Səni xoşbaxt sən 24 yaşında istədiyin ali məktəbi bitirirsən. Hə? Öylədir mi? Burada sən mənim adamım. Cimizliyə baxın. Zeynəb qızımızdan xahiş edirik. Sənin məlumatlar. Ona bir dənə xəzə yazır, onu bir canlı bir şəkildə işləyə bilərsən.
İşləyər inşallah. Bax gördüyünüz kimi nə gözəl işləyir, silsilə şəklində özü video. Bu kimdir? Yəni ümumiyyətcə Koreya, hə? Japondur, Koreyalıdır, Filipindir. Bəli, Koreya. Onun marağı var ki, Koreya olan kinolarda olan sujetlər belə deyək çəkir. Hamısını onu canlı video alırlar. Sonra isə sən alını çekilir. Bax belə bir gözəl qızımız, istedadlı qızımızdır. Filmləri var onların. Xoşbəxt olsun. Sonuncu samuray. Bu da filmlər. Budur. Çox gözəl əsərlər var. Qəşəng mahnı kimi duymanın neydi? Mənim kimi mahnımdadır. Sofi əsər çox gözəldir.